Heç kim ət almasın. Ət almağı boykot eləyin. Sizi kimdir məcbur edən ət almağa? Heç kim ət almasın. Ətlər Paşayevlərin əlində qalacaq. Mələr qalacaqlar. Onlar məcbur olub yerli ətlərin qiymətini salacaqlar aşağı. Geri adım atacaqlar. Heç kim ət almasın. Zəhərlənmiş ətlər Bakıya gəldi. Ət satışını dayandıracaqlar. Qəssabxanaları bağlayacaqlar. Azərbaycanda heyvan satışını məhdudlaşdıracaqlar, dayandıracaqlar. Gördünüzmü? Bugün hakimiyyət kanalları, ölkə kanalları qəssabxanaların bağlanmağı, ət kəsimlərinin məhdudiyyət dayandırılması və heyvan bazarlarının bağlanmasından danışır. Və mən deyirdim ki, Mehriban Əliyevanın, İlham Əliyev ailəsin Hindistandan kilosu 50 sentə 1 manada aldığı iri heyvan, yəni inəklərin, danaların, orada bir heyvan kəsmirlər. İnək əti yemirlər. İndoneziyanın yarısı, Pakistanın yarısı, Hindistanın deməli 90%. O inəklər ölənə yaxın və öləndə onların bütün, xüsusilə xəstə inəklər, sarlıq tutmuşlar. Hamısı daşınıb gələcək Bakıya. Və o heyvan ətlərini satdıracaqlar, fikir ver. 1 manada alırlar. Onların Bakıya gəlmə rasxodu heç 20 qəpik eləmir. Fəhlə pulunla 1 manada 50 qəpik. Amma o əti satacaqlar 21 manada, 20 manada. Neredeyse 20 manada yaxın gəlir tutmaq, 1 kilo ətdə gəlir tutmaq İlham Əliyevə böyük pullar qazandıracağını düşünür. Bəzi yerlərdə restoranlara, şadlıq saraylarına 20-21 manata satdırsalar da, amma marketlərdə o ətləri 12 manat 50 qəpiyə satacaqlar. Yarı-bayar aşağı qiymətə satacaqlar. Niyə? Xalq alsın, zəhərlənsin, ölsün deyə. Monqolistandan xəstələnmiş heyvanları, xəstə ölən heyvanlar gətirirlər, Hindistandan isə inəkləri. Baxın, artıq gəldi dostlar, gəldi. Gözünüz aydın olsun mu deyim, olmasın mı deyim, gəldi. Baxın, ölmək istəyən getsin ət yesin. Heyvan əti, babalar. Monqolistandan quzularımız gəldi. Kilosu 12 manat 50 qəpik. Topdan satış belədir. Baxın, yiyin, ölün. Yiyin, mıxınız durmasın. Arvadınız gözünüz baxa-baxa, badımcan soxsun özünə, kesin kiməsə versin. Kim yesə bir neçə aya, bir neçə ilə ölsün, gəbərsin. Vəssalam. Kim istəyir getsin yesin. Gözünün qabağında kəsilməyən heyvanı yiyirsənsə, səndən gerizəkalı adam yox. Get ondan sonra sıç poxunu yi. Sıçıb poxunu yiysən, elə xəstəliyə tutulmazsan. Amma sən o əti yiysən, öləcəksən. Allah, Allah. Koç qruplar. Reklama baxın. Mongolistan qruplarımız, bura bax. Mongolistan qrupları hesabdır da bunlar. Arvadının quyruğundan yaxşıdır. Sürətli bütün kanallarda İlham Əliyevin, Mehriban Əliyevanın komandasından ətlərin reklamı gedir. Xaricdən gələn ətlərin. Hamısı da zəhərlənmiş, sarılıq xəstəliyi tutulan heyvanların ətləridir. Ucuz qiymətə gətirib soxuşdururlar millətə. Bu Azərbaycana gətirib 12 manat 50 qəpiyə soxuşdururlar o əti. Xeyir ola. Niyə gedib Türkiyədə 50 dollara kilosunu satmırlar? Kilosu 50 dollardır Türkiyədə. Əsasən də bu ətlər restoranlara, şadlıq saraylarına məcburi paylaşılır. Daha şadlıq sarayında, restoranda yemək yeməyin, Bakıda xüsusilə, şəhərlərdə. Yəni elə şadlıq sarayları var ki, o Beyləqandan və digər rayonlardan yerli ət gətizdirib sarayında, toyda istifadə etdirirdi. Artıq həmin şadlıq sarayı rəhbərlərinə icazə verilmir. Hamısı göstəriş verirlər ki, filan yerdən, ambardan, xaricdən gətirilən heyvanlardan alacaqsınız. Kim almasa, həmən restoran, həmən şadlıq sarayı dərhal bağlanacaq.